Yadınızdadırsa biz sizə ziyarətə gəlmişdik Qəbəliyə. Gözəl bir bizim söhbətimiz oldu. İlk görüşünüzdə münasibətinizin alınacağına inanmamısınız. Necə oldu ki, o sizin qəlbinizi, könlünüzü ofsunladı? Mən o vaxt Bakı Dövlət Universitetində təhsil alırdım. Magistr təhsilimi davam etdirirdim 2-ci kursda. Polad Həşimov Murovdağda artıq 10 il idi xidmət eləyirdi. Dedilər ki, hə, gəlsin bir qızla oğlan görüşsünlər, bir danışsınlar. Ailələrimiz buna qərar vermişdi. Yəni çox yaraşıqlı idi, çox yaraşıqlı görünürdü, amma biraz da üzündə əzab-əziyyət hiss olunurdu onun. Çünki Murovdağda yaşayırdı, orada xidmət eləyirdi. Amma biraz mən gördüm ki, o mənim verdiyim sualları istədiyim cavabı ala bilmirəm və yaxud da o biraz özünü gizlədir. Onda dedim ki, deyəsən bizimki alınmayacaq. Belə sağollaşıb ayrıldıq. Sonra mən biraz uzaqlaşdım universitetin həyətində. Gördüm arxadan gəlir, tələsə-tələsə. Dedi, bəlkə gedək oturaq bir yerdə söhbət eləyək. Onda başa düşdüm ki, o insan həqiqətən də mənimlə həqiqətən tanış olmaq istəyir. Və əslində axı mənim də qəlbimə girmişdi. Sadəcə mən ondan o cavabları ala bilmirdim və onunla o söhbətimiz alınmırdı deyə mən bir addım geri çəkilməli olmuşdum. Və onun mənim arxamca gəlməyi artıq məni əmin elədi ki, hə, o da çox istəyir bu münasibətin qurulmasını və mən də istəyirəm. Və biz beləcə yola çıxdıq. Söhbət mi sizi çəkdi? Bəli. Maraqlı insan olduğunu hiss elədiniz. Çox maraqlı insan idi, dərin insan idi. Mən Polad Həşimovla, yəni həmişə onun özünə də deyirdim və çox gülürdük biz bunu danışırıq. Mən həmişə ona deyirdim ki, o qədər sirlisən ki, insan sənin sirlərini açmaq istəyir.